2022-ci ilin birinci qruplara düşən blok suallarından birinə, yəni 38-ci suala baxaq. Bizə deyir kör bucağı iti bucağından 5 dəfə böyük olan rombun hündürlüyü 6 cm-dir. Rombun perimetrini tapın. İlk öncə rombumuzu çəkək. Romb bilir ki, bütün tərəfləri bərabər olur və iki kör bucağı, iki iti bucağı var. İti və kör bucağın cəmi 180 dərəcədir. Kör bucaq 5x-dir, iti bucaq x olsun. Bunların cəmi 180-dirsə 6x bərabərdir 180, x də bərabərdir 30 dərəcə. Deməli, bunun iti bucağı 30 dərəcədir. Mən bura bir 30 dərəcə yazıram. Və bizə deyir, hündürlük 6-dır. Hündürlük 6-dırsa, burada düz bucaqlı üç bucağa mənə gəlir. 30 dərəcə bucaq qarşısına kat edib hipotenuzun yarısıdır. Deməli, bunun tərəfi A bərabərdir 6 vurulsun 2, yəni 12 olacaq. Rombun perimetri də 4A-dır da, 4A. Yəni 4 vurulsun 12 bərabərdir 48. Cavab 48.